Payızda insanlar niyə tez-tez xəstələnir? Havalar soyuyanda insanlar vaxtlarının əksəriyyətini qapalı yerlərdə, məsələn evdə, ofisdə yaxud da ki məktəbdə keçirirlər. Bu da ki bir otaqda havanın dövr eləməsinə, yəni virusun bir nəfərdən başqasına keçməsinə səbəb olur. Bildirim ki, qrip kimi viruslar havada 2-3 saat müddətində aktiv vəziyyətdə qalır. Bu da sizin virusla yoluxmağınıza səbəb olur. Digər bir səbəb isə payızda günlər qısaldıqca insanda xoşbəxtlik hormonu adlanan serotonin azalmağa başlayır. Fikir vermisinizsə, payız aylarında insanlar özlərini daha depressiv hiss edirlər. Bu da ki immun sisteminin aşağı düşməsinə və sizin də xəstələnməyinizə səbəb olur. Növbəti səbəb isə qidalanmamızdır. Soyuq havalarda insanlar meyvə və tərəvəz əvəzinə daha çox undan hazırlanmış yeməklərə, məsələn xəngələ üstünlük verirlər. Çayın yanında isə mütləq şirniyyat yeyirlər. Bu da ki insanlarda immun sistemini aşağı salır. İmmunitetimizin açarı bilirsiniz ki D vitaminidir. Bu haqda öncəki videolarımızda da ətraflı məlumat vermişəm. Əgər siz də bədəninizdə D vitamini azlığından şübhələnirsinizsə, yəni əzələ və oynaq ağrıları, saç tökülməsi, halsızlıq, yorğunluq, depressiv hallar müşahidə edirsinizsə, bu zaman Multizan D3 10.000 vahid tabletlərini həkimə getmədən profilaktik dozada, yəni həftədə bir dəfə səhər yeməklərindən sonra qəbul edə bilərsiniz. Təsəvvür edin, məhsulun bir qutusu bir ailədə 4 böyük şəxsin 2 ay boyunca D vitamini defisitində olan tələbatını ödəyir. Həftədə bir tablet qəbulu gündəlik olaraq 1400 vahid edir və bu da sizin gündəlik olaraq D vitamini ehtiyacınızı ödəyir. Əgər D vitamini analizi vermisiniz və nəticə 30 nanoqramdan aşağıdırsa, yəni defisit aşkarlanıbsa, bu zaman Multizan D3 10.000 vahid tabletini həftədə 2-3 dəfə qəbul edə bilərsiniz. Dozanı isə həkimlə məsləhətləşsəniz yaxşı olar. İngiltərə istehsalı olan Multizan D3 10.000 vahid tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.